Türkiyə-Azərbaycan əlaqələri dünya üçün bir örnəkdir. Bunu Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Haber Global telekanalına eksklüziv müsahibəsində deyib. Ermənistan-Azərbaycan arasında paraflanan sülh sazişindən sonra proseslər barədə danışan Hikmət Hacıyev bildirib ki, Azərbaycan sülh gündəliyi ilə bütün dünya, eləcə də region üçün bir nümunə təqdim edib. O bəyan edib ki, Ermənistan və Azərbaycan normallaşma prosesinə qədəm qoyub. Vaşinqton zirvəsindən sonra onun ruhuna sadiq olaraq Azərbaycan bütün regionun transformasiyası istiqamətində addımlar atır. Bu xüsusda Ermənistan-Azərbaycan arasında ikili ticarət münasibətləri başlayıb. Təbii ki, hələ də həll edilməli olan mövzular var. İlk növbədə Ermənistanın konstitusiyası ilə bağlı məsələdir ki, Azərbaycana qarşı ərazi iddialarına tam olaraq son qoyulduqdan sonra sülh sazişini imzalamağa hazır olacaq, deyə Hikmət Hacıyev vurğulayıb. O həmçinin Zəngəzur dəhlizinin əhəmiyyətinə bir daha toxunaraq diqqətə çatdırıb ki, zamanında İstanbuldan Şanxaya dəmir yolunun olması utopik bir fikir kimi səslənsə də, Zəngəzur dəhlizinin qurulması ilə bu reallığa çevriləcək.